Yox, ola bilər, amma inanın ki, bizim üçün heç də asan deyillər. Çünki əlaqüstə biz səfərdə oynayanda bizim belə Avropa oyunundan sonra demək olar ki, bu futbolçuların hazırlıq səviyyəsi bəlkə də bir 30-40% düşür aşağı. Çünki istədiyimiz məşqləri eləyə bilmirik, çünki şərait o qədər də olmur, vaxtımız olmur, yolda keçiririk və demək olar ki, bir 3 gün, 4 günə yaxın belə dizbalans olur komandada. Yəni, çox elə asan deyil və əlaqüstə bugünkü etiqətçi neçə futbolçu deyək də, öz idman formasından çox uzaqdır. Yəni, mən məsələn, Rami Şedabilski nə qədər vaxtım boyunca onun üçün ilk dəqiqələrdə meydanda olmaq da asan deyil, o idman öz ritminə düşmək, oyun ritminə düşmək. Musa nə qədər vaxt zədədən sonra qayıtmışdı, ilk oyunudu. Montiel nə qədər vaxt idi və digərləri hansı ki, Bənavi neçə oyunu oynamırdı. Bunların idman formasını, o ritmə düşmək, demək 1-2-3 minimum oyun oynayasan ki, biraz öz güclərini belə düzgün paylaşdıra bilsinlər. Belə asan deyil. Yəni, əsas problem biraz bundadır. Amma hər bir halda biz risklərə getmək istəmirik. Çünki vacib oyunlar olsa da hər biri bizim üçün bəzən futbolçularımızı qorumaq, onların bərpasını etmək bizim üçün daha vacibdir. Hətta biz oyunu məğlub olmağa belə anlarda hazırıq, nəinki futbolçularını itirməyə. Və elə oradakı oyunda da gördüyünüz kimi həm Mateus əzələsində biraz ağrı hiss elədi, həm Leo ağrı hiss elədi əzələsində. Kevin məlumdur, bəxtlılı və biraz həm yorğunçuluq vardı, həm əzələsində biraz belə sərtlik vardı. Ona görə biraz bu günləri ümumiyyətcə onları hətta çox müştəqəli protokola salmadıq belə. Yəni, nəyi demək istəyirəm ki, yəni digərləri, məsələn, hansı ki, ilk 11-lik belə deyək də, onlar yorğun olsa da oyun ritmindən düşmürlər daha çox. Amma digərləri isə o birləri, hansı ki, həm məşqdən biraz uzaq olurlar, həm də oyunlardan daha az keçirlər oyunlarıdır. Bu biraz çox ciddi bizim üçün problem yaşadır. Yəni, bəlkə kənardan deyə bilərik belə adlar var, amma o adların da sənin istədiyin formasında olmayanda əlbəttə ki, problemlərin olur. Amma şükür olsun Allah, belə yavaş-yavaş çalışırıq ki, balanslaşdırmağa. Amma ilin sonuna gəldikcə biraz zədələrin sayı artır. Biraz bu ciddi problem olur, hansı ki, əlaqüstə belə vacib oyunlardan öncə. İndi kubok oyunu gəlir, hansı ki, çempionat oyunları gəlir, bizim buraxılmış oyun olacaq. Belə çox, son bilmirəm, saydıq o gündə də 7 oyun, son 20 neçə gündə 7 oyunumuz olacaq. Yəni, bunlar heç də asan deyil, amma hər bir halda bizim üzərimizə böyük məsuliyyət düşür, amma futbolçuların üzərində daha da çox böyük məsuliyyət düşür ki, onlar özlərini belə oyunlara hazırlasınlar. Buna görə həm də ki, digər komandalar da biraz sanki başqa cür oynayırlar, başqa cür çempionat sanki biraz fərqli gedir. Əvvəllər bəlkə müdafiədə daha çox səhv edirdi istənilən komanda, amma get-gedə hamı minimum müdafiəni daha da yaşlaşdırmağa və biraz da tempi salmağa. Bu da belə istərsən biraz mane olur və belə yavaş-yavaş çalışırıq da gedirik yavaş-yavaş.